Zaman öz işindədir. Jurnalistika fakültəsinin 1977-ci il məzunlarının da sırası seyrəlir. Ramiz Əskərdən sonra bir acı xəbər də Əliyar Süleymanovdan gəldi. Onun əmək fəaliyyətinin əksər hissəsi Dövlət Neft Şirkətinin 126 yaşlı Azərbaycan Neft Təsərrüfatı jurnalı ilə bağlı idi. Pensiyaya da elə oradan 2021-ci ildə xüsusi müxbir vəzifəsindən çıxmışdı. Əliyar Fərmanoğlu Süleymanov tələbə yoldaşlarımızın ağsaqqallar təbəqəsinə aid olduğundan öz təbirincə desək, biz maladoylar həmişə onun hörmətini yolunu saxlayırdıq. Sakit və ciddi təbiəti vardı, amma səmimi, iynəli zarafatları da yox deyildi. Həm söhbətini sona qədər dinləyər, sərt və ya yumşaq olmasından asılı olmayaraq sözünü axırda deyərdi. Əliyar düz, xeyirxah, dik duruşlu və sərt adam idi. Əyri işlərlə heç arası olmazdı. Mən onun kiminsə qarşısında, hətta nəyisə xahiş etdiyi məqamda belə əyilib büküldüyünü görmədim. Yalnız qəzet, kitab oxuyanda əylərdi. Bu da ancaq görmə zəifliyi ilə bağlı idi. Əliyar əslən Qərbi Azərbaycandan ötən əsrin əvvəllərində Füzulinin Molla Məhərrəmli kəndinə köçmək məcburiyyətində qalmış bir ailənin övladı idi. Ancaq içindəki Qarabağ sevgisi şapka çıxarılası sevgilərdəndir. Əksər Qarabağlılar kimi səsi və oxumağı da vardı. Keyfinin yaxşı vaxtlarında nəinki zümzümə edər, hətta uca səslə oxumaqdan da çəkinməzdi. Mən Əliyarı tanıdığım 40 ildən artıq bir dövrdə gözlərində ancaq bir dəfə yaş gördüm. Şuşa işğal olunanda iş yerimə gəlmişdi, vəziyyəti özündə deyildi. Dedi, dur gedək dəniz qırağına, özümü heç yaxşı hiss etmirəm. Nəyin baş verdiyini hələ sonacan dərk etməyə macal tapmadığımız həmin dəhşətli gündəki uzun söhbətimizdən sonra bir sözü yaddaşıma əbədi həkk olundu. Papağımızı əlimizdən aldılar. Əliyar bu acını içində hər kəs kimi, bəlkə də hər kəsdən artıq yaşadı. Amma xoşbəxtlikdən o papağımızın böyük şücaətlə qaytarıldığı günləri də gördü. Bu zəfərdə Suqovuşanın azad edilməsinə görə medalı ilə təltif olunmuş oğlu Fərmanın da payı var. Bugün Əliyar düşmən işğalından azad olunmuş doğma torpağında rahat uyuyur. Allah rəhmət eləsin.